Hər vaxtınız xeyirli olsun. Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesində növbəti məhkəmənin baxış iclası keçirilir. Açıq keçən məhkəmə prosesində zərər çəkənlər, şahidlər ifadə verir. İş üzrə keçən çoxsaylı sənədlər, subutlar, faktlar araşdırılır, tədqiq olunur. Ruben Vardanyan məhkəmədə açıq, sərbəst şəkildə ifadə verməkdən imtina etdiyi kimi, iş üzrə keçən sənədlərlə bağlı dövlət ittihamçılarının ona ünvanladığı sualları da cavablandırmaqdan imtina edir. Həmin sənədlərin bir hissəsi Ruben Vardanyan saxlanılarkən onun ofisində aşkarlanıb. Digər bir qism sənədlər isə Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Azərbaycanın sərhədlərini qanunsuz şəkildə keçərək ölkəmizə gəldikdən sonra və burada məskunlaşdıqdan sonra törətdiyi əməllərin subutları, video çəkilişlər, video materiallar, onun müsahibələri, sosial şəbəkə üzərindən yazışmaları, həmçinin onun sövdələşmələr apardığı, cinayət əməllərinin təsdiqinə dair sövdələşmələr apardığı sənədlərin, subutların, faktların təsdiqidir. İş üzrə zərər çəkənlər ifadə verir, eyni zamanda şahidlər ifadə verirlər. Zərər çəkənlər öz ifadələrində necə yaralandıqlarını, hansı zərəri gördüklərini və eyni zamanda Azərbaycan hərbi qulluqçularının Ermənistanın təxribatları zamanı, edilmiş hücumlar zamanı necə şəhid olmaları hərbi qulluqçuların və digər bu istiqamətdə ifadələr verirlər və onların hər biri məhkəmədən Ruben Vardanyana ən ağır cəzanın verilməsini xahiş və tələb edirlər. Şahidlər də ifadələrində Ruben Vardanyanın Azərbaycana qanunsuz şəkildə gəldikdən sonra hansı cinayət əməlləri törətdiklərini və muzlu döyüşçülərin necə hazırlanması, terrorçuluğun maliyyələşdirilməsinə necə vəsaitlər ayırması, Qarabağda hansı mitinqlərin keçirilməsi, hansı çağırışların orada səslənməsi, Azərbaycana qarşı yenidən müharibənin alovlandırılması istiqamətində səslənən fikirlər, çağırışlar, təhriklərlə bağlı öz ifadələrində, sərbəst ifadələrində bildirirlər. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan özünün seçdiyi vəkillə təmin olunub, tərcüməçi ilə təmin olunub. Biz mütəmadi olaraq proseslə bağlı məlumatlar veririk. Bugün də açıq keçən məhkəmə iclasından bizim növbəti xəbərlərin buraxılışında xüsusi reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.